Bismillahirrahmanirrahim. İmam Əli əleyhissalam buyurur: O, heç bir hədd ilə məhdud deyil, ədəd və say ilə sayılmaz. Çünki kəlmələr özlərini məhdudlaşdırır və sözlər öz bənzərlərinə işarə edir. Varlıqlar barədə filan zamandan var olublar söylədikdə, onların qədim olmadığını, həqiqətən də var olublar dedikdə, onların əzəli olmadığını və əgər belə olmasaydı problem olmazdı dedikdə, kamil olmadıqlarını təsdiq etmiş oluruq. Dünyanı yaradan məxluqları yaratmaqla onların ağıllarında təcəlli etdi. Buna görə də onu adi gözlərlə müşahidə etmək mümkünsüzdür. Durğunluq və hərəkət ona şamil olunmur. Çünki onun yaratdığı şey onun özündə necə cari olsun və onun zahir etdiyi şey onun özünə necə qayıtsın və özünün yaratdığı şeyin təsirinə düşsün. Əgər hərəkət və durğunluq onun zatına yol tapsa, zatı dəyişər və mahiyyəti parçalanar. Əzəlilik məfhumu ondan uzaqlaşar. Əgər onun üçün ön və qabaq tapılsa, arxa da olmalıdır. Əgər naqis olsa, kamilləşmək istəyəcək. Bu vaxt onda məxluq olmaq nişanəsi aşkar olar və məxluqların onun varlığına dəlil olması əvəzinə, onun özü başqa bir yaradanın varlığına dəlil olacaq. Mütləq qüdrətə malik olduğu üçün başqasına təsir edən şey ona təsir etməz. O Allah ki, haldan hala düşmür, zavalı uğramır, qaib və gizli olmasa rəva deyil. Doğmayıb ki, doğulmuş olsun, doğulmayıb ki, məhdud olsun. Onun zatı övladları olmaqdan uca və qadınlarla yaxınlıq etməkdən pak və uzaqdır.